Uşaqlar ən müasir mənalıdır. Biz bugünkü mövzumuz sosial medyada reportajın hazırlanması. Təbii ki, sizin hər birinizin sahibinin əməkdaşı hamısı yeni yerləşdirdi, amma mənim təcrübələrim sınıfdır böyle şeylərə. Reportaj nədir? Yəni report nədir? Məlumat. Məlumatın əldə edilməsi, toplanması. Reportajı bir neçə istiqamətdə bölünürlər. Yəni hadisə yerinə hazırlanan reportaj, hər hansı bir problemin araşdırılmasına bağlı hazırlanan reportaj, bir də jurnalistin fərdi reportajı. Belə olur. Yəni bu nəzəriyyədə belədir, bu deməkdir ki, nəzəriyyədə belədir. Amma praktik olaraq biz bunu belə görmüşük. İlk öncə əsas, yəni reportajın əsas vəzifəsi hadisə yerlərinə məlumatın hazırlanması, operativ şəkildə redaksiya çatdırılması. Bunun bəlli bir qələbi var. Yəni bir hadisə baş verirsə, ilk öncə reportör hadisə haqqında ilkin məlumat əldə edir. Yəni redaksiyanın çıxmamışdan öncə. Əgər bu hadisə bir yanğındırsa, yəni burada təhlükəsizlik məsələləri var. Əgər hadisə yanğındırsa və yaxud da fövqəladə hadisə baş verirsə, hansı bir fövqəladə hadisə, reportörün həm də ilkin məsələlərindən biri özünün təhlükəsizliyini təmin edilməsidir. Bəzən kaskadan da istifadə edirlər, bəzən pres yazılan, yəni mütləq pres yazılan köynəklərdən, göstəricilərdən istifadə etmək lazımdır. Yəni jurnalistin hadisə yerində olan digər şəxslərdən ayrılması üçün. Yəni bu göstəricilər bir çox halda mitinglərdə, aksiyalarda istifadə olunsa da, amma əminli olaraq hadisə yerində gedən jurnalistlər üçün də bu göstəricilər geyinməlidir. Yəni bu geyinməyəsə, digər tərəfdən hadisə haqqında məlumat da öyrənməlidir, həndə baş verilməlidir. Yəni artıq hadisə yerində deyəndə jurnalist məlumatlı olmalıdır, ilkin məlumatlı olmalıdır. Hadisə yerinə çatdıqda isə təbii ki, ilkin informasiya mənbəyi şahidlərdir. Bizim mediada, dünyada da belə bir problem zaman-zaman qarşılaşıq olur ki, bəzən reportör hadisənin qurbanlarından informasiya əldə etməyə çalışır. Misal, bir adamın evi yanırsa, evi yanmış şəxsdən araşdırmağa çalışır. Həmin anda bu məsələ tövsiyə olunur. Yəni, belki həmin anda hadisə qurbanlarından məlumat əldə etmək tövsiyə olunmayan bir məsələ. Çünki onun həyəcanları, emosiyaları doğru informasiya əldə etməyə imkan verir. Digər tərəfdən empati hissi verirlər. Yəni, həmin insandan müəyyən qədər empati hissi bulmalısan ki, bu şəxs həmin vaxtı məlumat vermək vəziyyətindədir. Məsələn, Şvetsiya yaxın biri vəfat edir, gedib başının üstünü kəsdirir. Bu Azərbaycan verirsə ən böyük problemlərdən biri. Ən çox da biz bunu televizya jurnalistlərdə görürük. Bu təbii ki, jurnalist çalışır ki, informasyonu tez əldə etsin, yaxud da daha maraqlı, sensasyon bir ülkəyə yaratılsın, amma bu doğru qəbul edilməlidir. Ona görə ilkin məlumat kimi şahidlərdən ən çox, ilkin məlumatı oradan şahidlərdən öyrənməyə çalışmalıyıq. Amma yekun məlumatı sahili qurumlardan nümayəndələr, yəni sahili şəxslər edilməlidir. Yəni bir yanın baş verirsə, ilkin məlumatı şahidlərə toxunundan sonra yekunda gözləməliyik sahili şəxslərdən verəcək məlumatları. Gündə ən böyük problemlərdən biri operativlikdir ki, bu bütün redaksiyanın tərbiyyə etdiyi məsələdir. Yəni hadisə yerə çatması ilkin məlumatı doğru gəlməlidir. Əgər hadisə yerində bir sahili şəxslərin hələ gəlməyəcək, yaxud da məlumat vermək üçün bunlarla hadisəni araşdırırlarsa, şahidlərdən toplanan məlumatı ilkin məlumat üçün göndərilir olar. Daha sonra isə təbii ki, rəsmi şəxslərin məlumatını ayrıca da vermək olar, yaxud yeniləmək vermək bu artıq redaksiyanın qərarıdır. Hadisə ilə yerindən hazırlanan reportajda televizya jurnalistlərində bir problem yaşanır. Daha çox özlərini kameraya çıxarmaq istəyirlər. Yəni, deyək ki, hadisəni çəkməkdən daha çox jurnalist reportaj özünü görüntüləməyə çalışır. Bu da qəbul olunan bir şeydir. Ona görə cəmiyyət üçün, tanışlığı üçün məlumat əldə etmək istəyən insanlar üçün daha çox hadisənin mahiyyətini alır. Ona görə ilk olaraq dediyimiz kimi hadisə jurnalisti, hadisə reportörü redaksiyadan çıxmamışdan öncə məlumat əldə etməlidir. Digər təhlükəsizlik qaydalarına əməl etməlidir. Hadisə yerində daha çox empati hisslərlə diqqət etməlidir. Hadisənin qurbanları ilə məlumat, təmas qurbanı daha az olmalıdır. Şahidlərdən öyrənir və ilkin məlumat redaksiya məlumat verir, daha sonra isə yekun məlumat. Mütləq yekun məlumat lazımdır.
ilkin məlumat gelişirsə bunu rəsmi qurumlardan öyrənməyə çalışmalıdır. Reportajın bu hadisə reportajıdır. Bir də digər bir istiqamətdə problemin araşdırılması, sosial reportajın problemin araşdırılması var. Belki hansı yerdə problem var, redaksiya şikayət daxili, misal kommunal xidmətinin göstərilməsinə bağlı və ya digər məsələlərlə bağlı. Bu artıq operativlik tələb etməsə belə daha çox araşdırma tipi bir reportajdır. Yəni ilk öncə bir hadisə yerində, yəni problemin olduğu gedən jurnalist orada hadisə zamanı əldə etdiyi məlumatları orada eyni qayda tətbiq edir. Yəni şikayətçiləri danışdırır, o cümlədən problemi araşdırmağa çalışır və təbii ki, mütləq şəkildə şikayətin ünvanı olan rəsmi qurumların da mövqeyini öyrənilməsini dəqiqləşdirilməsi. Bəzən rəsmi qurumla belki problemin şikayətçilər arasında deyilənlər üstə düşünə bilər. Bu tamam başqa bir iddiadan çıxışıdır. Rəsmi qurumlar isə bunu iddia edir və belki şikayətinin bilgiləri təsdiqlənir. O zaman təbii ki, jurnalist, reportörün əsas işi bütün tərəflərin fikrini verməklə yanaşı, həm də problemi işıqlandırmağa çalışmalıdır. Yəni, öz gördüklərini, müşahidə etdiklərini reportajda göstərməyə çalışmalıdır ki, oxucu artıq deyək orada şikayətinin yoxsa rəsmi qurumun doğru dediyi bilməklə oxucu qərar verir. Bəzən jurnalistlər bu kimi hallarda deyək ki, tərəf mövqe sərgiləməyə çalışır, yəni bu qəbul olunan bir şey deyil. Əgər mövqe sərgilirsə, burada ya şikayətçinin mövqeyindən çıxırmalıdır, ya rəsmi qurumun. Amma jurnalist əsasında neytrallık və obyektlidir. Yəni jurnalist bu halda sosial reportajlarla, problemin işıqlandırılmasına bağlı hazırlanan reportajlarda artıq jurnalist özü gördüklərini, müşahidə etdiklərini yazır. Yəni bu da mövqeyi nümayiş etdirmir. Bunun özü belə artıq problemi işıqlandırmaqla belki oxucular, tamaşaçılar özləri qərar verirlər, hansı tərəf doğrudur və nə. Bu araşdırma reportajları və problemi araşdırması. Bir də digər bir istiqamət isə bu fərqli jurnalist reportajıdır. Yəni belki dağılmış şəxsi bir köhnədən tarixi əhəmiyyət olan qarası bir yerə gedə bilərsiniz, səfər edə bilərsiniz və yaxud muzeylərdən hazır edə bilərsiniz reportaj, müxtəlif yerlərdən. Burada mütləq eşitmə əsas deyil ki, orada olan şəxslərlə danışmaq və yaxud da ki, rəsmi qurumların mövqe öyrənmək. Bu daha çox fərqli yardımcılıq tələb edən reportajdır. Yəni bu jurnalistin bir təxəyyüllə və qələmlə bağlı olan məsələdir. Bu da jurnalistiklərə əslində yayılmış əsas istiqamətlərdən bir reportajdır. Fikrimcə bir jurnalist daha yaxşı jurnalist olmaq istəyirsə, mütləq şəkildə reportajı hazırlaya bilən jurnalist mütləq şəkildə gələcəkdə daha yaxşı. Bu sahənin mütəxəssislərinin bir hesab olmalıdır, yazı məsələsi. Reportaj hazırlamaq üçün həm məlumat toplamaq, həm məsələyə həyati yanaşması, öz təxəyyül olmasını göstərir. Bu reportajı bu istiqamətlərə bölmək olar. Digər tərəfdən, bir də yazı üslubu var, reportajın öz yazı üslubu. Əgər hadisə yerindən reportaj hazırlayırsa, bu xəbər tipidir. Amma məsələyə həmişə qeyri-standart yanaşma həmişə önəmli olur. Yəni oxucunun daha çox maraqlıdır. Həm o jurnalistin imzasının tanınmasına, kömək edilməsinə. Yəni bir hadisə yerində deyək ki, hər kəs bir nəfərdən məlumat öyrənməyə çalışırsa, siz artıq fərqli bir baxış müzarəti dəyişməlisiniz, fərqli tərəfdə öyrənməyə çalışmalısınız. Bu həm digərlərin keçirilmə baxımından qərarlıdır, həm də yeni məlumat əldə etmək baxımından. O cümlədən sosial reportajlarda araşdırma, bir problem araşdırması zamanında məsələyə mütləq şəkildə fərqli tərəfdən yanaşmağa çalışmamız həmişə tövsiyə olunan şeydir. Bizə də buna həmişə tövsiyə edilir. Və fərqli reportajlarda isə artıq bu jurnalistin qələminə bir yaradıcılıq təxəllümasıdır. Və mən həmişə öz təcrübəmdə də gördüyüm budur ki, ümumiyyətlə bir yazı yazırsa, yaxud da süjet hazırlayırsa, mütləq giriş cümləsi, yəni reportaja giriş, bu diqqət cəlb edən, önəmli məsələdir. Yəni, əgər adi cümlələrlə, belki hadisə yerindən bir maşın daxil olursa, bu oxucu deyək ki, böyük bir reportajı yaxud da böyük bir məsələni, böyük bir yazı oxumağa həvəsi olmaz.
Amma siz fərqli tərəfdən yanaşsanız, deyək ki, həmişə yaradıcılıq baxımından yanaşmaq daha doğrusu olur. Yəni, bir giriş cümləsini tamam fərqli edə bilərsiniz. Yaxud da keçmiş tarixi bir hadisəni bugünkü baş verən hadisə ilə bağlamaq istiqamətində bu cürlə təklif edir. Bu artıq yazı strukturudur. Yəni, yazı strukturu artıq fərqli qaydada jurnalistik özünün seçimidir. Yəni, mütləq burada qəliblər var deyə bu qəliblərdən çıxmaq məsələsi. Əslində qəlibdən çıxanı daha maraqlıdır. Benim kimi jurnalistin imzasını tanınmasına, həm də gələcəkdə daha puxtələşməsinə köməkli anlayır. Buyurun, sual kiminsə sual varsa versin. Buyurun. Sizcə sosial mövzudan yazan jurnalistlər, digər jurnalistlərdən özlərinin bir mövzunu işləyən fərqləndirmək üçün hansı məqamlara fikir verməlidir? Mən əvvəl onu verim ki, jurnalist öz yazdığı xətti olmalıdır, yəni öz üslubu olmalıdır. Bu, Amerika kəşf eləmək deyil. Yəni, yazı yazmaq, yaxud ki, süjet hazırlamaq, qayıqlar var. Amma jurnalist həmişə çalışmalıdır, öz dəsti xətti olsun. Bu yalnız bu jurnalistlər daha fərqli olur, yaxud da daha çox cəlbedici olur, diqqət mərkəzə düşür. Bu təkcə sosial yox, bütün sahələrdə, məsələn, bütün sahələrdə. Sosial gəldik isə ilk öncə dediyim kimi, dəstxətli yazı üslubundan vermək lazımdır. Əgər qəzetlər yaxud da ondan birləşirsə, yazılı birləşirsə, yazı üslubu önemlidir. Sizdən bir hafta keçirədim, mən həmişə tövsiyə edirəm ki, daha çox dərs jurnalistində. Mütləq şəkildə öz yazıya girişdə yazılı iş cümləsi çox önemlidir. Yazılı iş cümləsi çok önemlidir. Oxucu iş cümlədən tutmalıdır. Eğer iş cümlə oxucunu tutursa, o həmin yazını sona qədər oxuyacaq və həmçinin yazı ünvanına çatacaq veya yazının məqsədi nədir? Ünvana çatdırmalıdır. Yəni, bir şansı bir problemi təqdim edir. Bəzən online mediada tıklamaq məsələsi var, yəni yazının açılan oxunur. Onu oxutmaq üçün nə eləmək lazımdır? İlk mənim fikrimcə həmişə verirəm, iş cümlə önəmlidir. Digər tərəfdən, indiki müasir dövrdə yazını oxutmağa, yəni yazının təqdimatından çıxacaqsınız. Bunu bəzən redaktorların üzərində yıxırlarkən, mən jurnalistik kimi yazını redaktor təqdim etməlidir, oxutmalıdır. Heç redaktorya layiq edir. Ümumiyyətlə, jurnalistika, redaktor birlikdə yaradıcılıq şeydir. Onun görə jurnalist yazdığı yazının redaktorundan daha yaxşıdır. Redaktorun şey aslında redaktor etməkdir. Amma jurnalistin mövzunu daha yaxşı olduğu üçün onun təqdimatını da jurnalist daha çox özü çalışır. Başlıq da həqiqətçidən. İlk öncə başlıq olmalıdır. Yəni, başlıq təbii bəzən uydurma başlıqdır. Qəbul olan məsələ deyil. Yəni, başlıq təbii mövzunu əhatə etməlidir. Amma həm də bir qədər cəlbedici olmalıdır. Bu da qəbul olmuş məsələdir. Və əndazəni aşmalıdır, və çərçivə aşmalıdır. Yazının girişində bir cümlələr önemlidir. Digər tərəfdən, artıq müasir dövrdə qəbul olmuş bir məsələ var. Deyək ki, hər hansı bir reportaj hazırlanırsa, yaxud da bu həm hadisə, həm sosial, həm fərdi reportajlarda, həm araşdırma mövzusu, fərqi yoxdur. Fotolarla təqdim etmək daha cəlbedici sayılır. Yəni, jurnalistik oxucunu yorulur. Bəzən böyük yazan oxucunu yorulur və müasir dövrdə elə bir şeydir ki, insanlar oxumaqdan artıq istəmirlər, qaçırlar, daha çox görüntüyə qaçırlar. Deyək ki, siz yazılı birləşdirirsinizsə, foto və videolarla yazının içində təqdim etməklə bu cür cəlb edə bilərsiniz, oxucunu yormadan istədiyiniz kimi oxutura bilərsiniz. Bununla yanaşı və ən önemli məsələdən biri deyək ki, yazı üslubunda yazının sonudur, yəni problemin həlli. Bəzən bu təqdim olunur, yəni deyək ki, rəsmi qurun, problem həlli olunur, təqdim etmirsə, yaxud da şikayətçilər özləri təşkili yoxdursa, jurnalist burada mövqe sərgiləmədən, mövqe qoymadan müəyyən bir problemin yollarını tapa bilər. Deyək ki, bunu öz fikri kimi təqdim edə bilər. Misal üçün, beynəlxalq təcrübədə bu cürdür, Azərbaycan bunu tətbiq edə bilər. Və yaxud ki, hər hansı bir ekspertə danışdıra bilər, onu əlavə edə bilər. Yəni, yazınız o cür işləşdən daxil tövsiyə olunur. Yəni, problem necə həll olunmalıdır, əgər problem bir məsələni yazırsınız. Bunu yanaşı isə, bir jurnalist, sosial mövzulardan yazan jurnalist daha çox mövzu seçimine de dikkat etmelidir. Çünkü mövzu seçimi de bəzən yazı hakkında yazmaq da qəbul olunan bir şeydir. Yani bəzi reportaj olur, bəzi bir yazma olur, sosyal reportajlar, sosyal araştırmalar olur ki, bu ölkənin bütün gündəmi dəyişirlər. Amma bəzən də hansı bir
yazı yazmaq xatirinə, hansı bir yazı yazmaq, bu bir gündəlik jurnalist kişi bunu evə edəcək. Amma heç bir nəticəsi olmaz. Ona görə hesab ki, bir jurnalist, ümumiyyətlə, sosial digər sahədə yazardır. Ümumiyyətlə, bir jurnalist digərlərini təqdirləmək istəyirsə, öz dəstək xətti olmalıdır, mövzuya baxış, özünün yanaşmalı olmalıdır, bucağı olmalıdır. Təbii ki, araşdırma zamanı məsələyə fərqli tərəflərdən yanaşmalıdır. Yəni, standart şəkildə bunu həyata keçirməməlidir. Yəni, jurnalist necə olmalı, axtarmalı olmuyor, yoxsa necə, yəni, sıfır yoldan keçəndə yanğını gördüm, onu xəbər edeyim, yoxsa şikayətini gözləyim, yəni, jurnalist necə araşdırmalı? Belə bir misal var jurnalist. Yəni, əslində hər şeyi, gördüyümüz hər şey jurnalistin mövzudur. Misal üçün, yolda birini təbii ki, insan, jurnalistlər hətta turistçi olan olur ki, yol gedənlərə, hətta bir yere gedənlərə, işdən olmasanız belə, hətta İsrail vaxtında gəlsəniz belə, ətrafda başını müşahidə etmək lazımdır. Çünki istənilən məsələ mövzudur. Misal üçün, hər hansı bir dövlət qurumunun girişində pandusun olmaması, yəni fiziki kusurların daha rahat hərəkət etməsi lazım olan pandusun olmaması bu mövzudur. Yəni, onun fotosunu çəkib özünüz mövzu azərə dərsiniz. Yaxud da küçədə getdiyiniz vaxt bir hadisə baş verir, bu mövzudur. Yəni, jurnalistlikdə işə sıfır bu qəbul olmuş məsələdir. Əgər 9-da gəlib 6-da evə gedirsə, yenə gedir. Bütün günü, bütün gecəni, yəni 24 saat jurnalist işləyirən bu qəbul olan bir məsələdir. Digər tərəfdən, bu mövzu birinci jurnalistin özünün gördüyü hadisələrlə var. Digər tərəfdən isə redaksiyaların özünün seçdiyi mövzuları var. Yəni, bu müxtəlif formlardır. Bu redaksiyanın siyasətinə asılıdır. Bəzi redaksiyalar daha çox əvvəlki dövrdə, qəzetlərin daha məşhur olduğu dövrdə bir qayda var ki, hər gün planlaşdırma keçirilərdir. Yəni, redaktor jurnalistlərə mövzular verirdir. Digər tərəfdən jurnalistlərin özü də, mövzusu varsa, təqdim edirdir. Bu cür qəbul olunursa, artıq həmin mövzu işlənir. Bu əslində bu gün də qalır, yəni dəyişməyənlərdir. İndi onlayn mediada bir qədər operatorluğun önə çıxdığı dövrdə daha çox planlaşdırma keçirməsə belə, ümumi koordinasiya olmuş bir şəkildə işləyirlərsə və təbii ki, orada mövzular da zaman-zaman mütəmadi redaktordan məsləhətlərini həyata keçirir. Mövzunun tapılmasına gəldiksə, bir jurnalistik bölgüləri var. Bir də jurnalist redaksiya işə başladığı saatına etibarən artıq öz sahəsindən bağlı xəbəri oxumaya başlayır. Təbii ki, ilk öncə çıxan hadisə xəbərlərə baxır. O cümlədən redaksiya daxilində şikayətlər var. Onun araşdırmasına baxır. Əgər redaktor bunu özünə ona gedirsə. O cümlədən hər hansı bir problem çıxırsa və yaxud da hər hansı bir qurumun hansısa bir açıqlaması var. Həmin açıqlama araşdırma tələb edirsə, məsələn, dəqiqləşdirmə lazımdırsa, bunun özünə mövzu. Mövzu tapılma dediyim kimi, bəzən jurnalistlər çəkilən mövzunu tapmadan var. Bu ilk dövrlər bir olur, yəni jurnalistik təzə qədəmdə adətən təcrübə baxımından deyəməklər bir qədər çəkinlik çəkilir. Zaman elə bir şey ki, bütün məsələlərdə, bütün işlərdə belə olur ki, jurnalistik təcrübə çoxaldıqca o məsələlər asılır. Yəni, mövzunun tapılması təbii ki, ən önemli məsələdən biri də bu tapılan mövzunun, yəni keçib olan mövzunun nə qədər axtar olması. Bəzən gündəmdə elə mövzular olur ki, bu gündəm olur. Amma əslində cəmiyyətdə bu mövzu nə deyirlər, bu mövzu sağlamdır olur. Bu artıq xəbər, ölkənin xəbər, yəni informasiya müddəki xəbərin, o informasiya müddəki vəziyyət nasıldır. Amma bəzən hər hansı bir mövzunun, yəni belki aktual olan mövzu hansı ki, çox da cəmiyyət üçün faydalı olmayabilir, amma jurnalist məsələyə fərqli tərəfdən baxa bilər və daha çox fayda verə biləcək tərəfdən baxır. Yəni, başqa bir mövzuları çıxarda bilər, başqa nəticələri çıxarda bilər. Bu cür mövzuların tapılması, mövzuların nasıl artıq bu cür olur. Peşəkar jurnalist mövzu axtarmır da, elə gördüyü hər bir şeydən mövzu çıxara bilər, yaza bilər, mən düşünürəm. Əslində o təcrübədən artıq olmaz. Zamanla keçdikcə, təbii ilk öncə hamımız olduğu keçmiş təcrübə az olanda zaman bizə çəkilir. Zaman keçdikcə, müxtələşdikcə bu təbii ki, ortaya çıxır. O yenə də bəzən belə bir məsələ var. Yəni, belə jurnalistlər ki, 50 min jurnalistdir, yenə pişmir. Pişmə məsələsidir. Bu artıq fərdi istiratdan da qaynaqlanır, fərdi yaradıcılıqdan da qaynaqlanır. O cümlədən jurnalistlərin özləri işləməsi məsələsi var.
bugün hər hansı bir araşdırma aparanda internet asıl yaşayır. Yəni, hər kəsin içində bir ensiklopediya var. Yəni, telefon olması, internet olması. Vaxtına biz bunu qəzet jurnalistikası dövründə mən özüm şahid olmuşam ki, yəni, adətən qəzetlər kəsin axirini saxlayarlar. Yəni, bu arxiv önəmli məsələdir. Çünki lazım anlıqda o arxivdən istifadə edirlər. Amma indi arxiv saxlama, arxiv saxlama ehtiyac yoxdur və hər şey internetdə var. Ona görə deyək ki, bəzən bir hansı bir mövzunu araşdıranda mütləq şəkildə beynəlxalq təcrübədən də misal gətirmək tövsiyə olur. Bu tövsiyələr əvvəllərdir, amma internetin bu qədər sürətli çıxın etməli dövrdə bu beynəlxalq təcrübədən yararlanma məsələsi orada aktual deyil. Amma bugün artıq hər hansı bir mövzu araşdıranda, sosial hansı bir məsələ araşdıranda mütləq şəkildə beynəlxalq təcrübənin də nümunə gətirilməsini təqdim edir. Yəni, təklif olunan məsələdən biri. Bununla yaşamı mən öz təcrübəmdən bir məsələ bildim ki, arxiv məsələsi hər bir jurnalistə lazım olan məsələdir. Yəni, mənə də həmişə tövsiyə edir ki, yaxşı jurnalist olmaq istəyirsə, mütləq arxivdə olmalıdır. Çünki hətta bəzən yazıb tirajlanmayan yazılar olur ki, onu belə saxlamaq tövsiyə olur. Çünki sonraki dövrdə sənə həmin yazı lazımdır. Arxiv ona görə önemlidir ki, bəzən deyək ki, internetdən istədiyini tapma edə bilərsən. Yaxud da axtarışda istədiyində problem olabilir. Ona görə istənilən vaxtı öz arxivına müraciət edərək vaxtının 2 il, yaxud da 5 il bundan o yazıdan da oradakı faktdan istifadə edə bilərsin. Arxiv ona görə önemlidir.